çöldə şey olacaq, internet işləməyəcək. Onda işləyir. Onda mən gedirəm. Mən gedirəm İstanbul'a, mən gedirəm. Bakın. Ne? Kullan onu karıştırırsan. Çakalım. Bunun axırı hara çıxacaq? Mənim axırı məlum məsələdə hara çıxacaq. Deyən axırın hardadır? Yəni, bax uşaqlar, internetim donsa mənə xəbər eləyin. Yaxşı, anamın güllərini sizə göstərirəm. Orada qalsın da. Yox, anam sağ olsun, biz üçün verdiyə. Bax, Bakıdan getdim uşaqlar. Bunlar artıq idi bunlar. Bunların hamısını anama quraşdıracağım. Bacım. Donsa deyim mən uşaqlar. Donmamışam. Donub, bax uşaq mənim dəhrəmdir, bunların hamısını mən əkmişəm. Hamısını özüm əkmişəm. Xırniyə bax, xırniyə. Bu annemin gülləridir, bunlar anam əkifdir, mən əkməmişəm. Bunlar anam əkif. Baba ağaçları mən əkif qoyub getmişəm. Bu evdən yəni çıxmışam. Bu da nanədir yəqin. Bu da güvəmdir. Mən bunu güvəm adı ilə əkmişəm, amma bilmirəm nədir. Ardadır bura. Bura bərdədir. Bunu da burada mən əktiv çıxıb getmişəm. Nə boyda olub? Hanım müşgən götürən aftafa? Yox, müşgən götürən aftafın xırdalını apardım da o. Anam ondan gül suluyur, ay qız. O aftafa ilə gülləri suluyur. Ne güzel açıb baxın. Apple. Bunları da mən əkmişdim. Ağalmadı. Qiymət, evlənmək istəyirsən? Yox. Neyindirəm ağzı evlənib? İşim gücüm qıtarıb. Evlənənlərin ağzı bala batıb. Evlənəcəm, hay heyl meyl olaşım. Hələ dünən gəlmişəm, uşaq, bugün də xəstəxanadan gəlmişik. Ücəyi yavaş-yavaş başlayacağım, qəşək. Buraları irqlovka eləməyə. Hamısını özüm irqlovkalı yaşam. Qəşək. Evlən ana töyünü görsün. Kül sənin başına. Niyə? Niyə elə şeylər eləyirsiniz? Niyə? Nədənsə ötəri. Birinin babası 2 aydan sonra öləcək, yerdə yatır, tez gedirlər. Birini tapırlar, naxadı, kətdən, kəsəkdən gətirib şaqqa-şaq evləndirirsiniz. 3 gündən sonra da boşanırlar. Nədir naz, nə olubun sizə? 3 gün evlənirlər, 3 günə. Bölüm nənəsi ölür 3 gün. 3 gün niyə evlənir? Nədir naz, nə olubun naz sizə? Nədirin? Nə istəyirsiniz bu gənclərdən? Qoyun cəmaət həyatını yaşasın da. Qoyun öz seçim eləsin. Öz həyatını özü seçib, özü yaşayır. Doğmusunuz deyənə, doğub töymüsünüz deyənə. İndi siz hər şeyi əmr eləməz, hər şeyi siz eləməlisiniz. Buraxın, qoyun öz həyatını yaşasın da gənclər. Sonra da gəlir, evləndirirlər 3 günün içində, nəsə 3 gündən sonra babası ölmür, şey eləyir, həkim deyir ki, səhv diaqnoz qoymuşdum. Arvad şillərin təpiyin altına salır, gədəni döyür, öldürür bütün günü. Deyir, baban ölürdü, nə oldu? Boşandım, birində doğdu, getdi, çaldı çöllərə. Nədir, nazlı oturmuşam dana. Ac qarnım, diş qarnım. Allah, nə lazımdır? Yetardım. Xırdalandan aldım. Veşlər, Binəqədəki bütün veşlərin hamısını doldurdum xırdalına evə. Qapısını da bağladım, çıxdım, gəldim Bərdiyə. Anama qulluq lazımdır, canım mənim. Mən burada qulluq eləyəcəyəm anama. Amma sizə bir söz deyim, mən buradan çıxandan uşaqla heç bir yerdə rahatçılıq tapa bilmirəm.
Mən bu evdən çıxandan mən heç bir evdə rahatçılıq tapa bilmirəm. Ona görə qalmışam çöllərdə. O ev sənin, bu ev mənim. Başa düşdünüz? Əslində biz belə şərt kəsmişdik də. Biz şərt kəsmişdik ki, məsəl üçün şeydi o vaxtı. Mən müharibədən qaydanda Qampuluza da aldıq. Mən ondan torpaq aldım da o vaxtı. 5 şərt kəsdik ki, kim çıxsın. Yəni ayrılaqda evin içində ev olmur. İndi bura Gülşənindir. Hə, mən də fikirləşdim ki, mən çıxım. Bunlar əziyyət çəkməsin, çöllərdə, orada, burada. Görürsə, elə mən zülm çəkirəm, elə mən sürünürəm. Hə, neysə mən çıxdım. Amma o çıxan, bu çıxanda, yəni rahatçılıq tapa bilmirəm. Bəlkə Gülşən çıxar da qaz burada. Yolda da bax, ağaçların hamısını özüm əkmişəm. O vaxtı, çoxdandan. Prosto mən bura bir yek ağac əkmişdim, onu anam kəsib. Çox böyük idi, nə boyda ağac idi. Deyib, bax, ağaçların hamısını mən əkmişəm yola. Bıcım, bıcım. Allah səni saxla. Gülşəni verərək geçsin. Gül başına Gülşənin sən boyda oğlu var ya, az. Gitsin də nərə? Deyəcəm getmə. Nə işimə qalıb? Həyat onun, məsləhət onun, fikir onun, düşüncə onun. Mənim nə işimə qalıb? Qadanam. 33 yaşıdır. 34 yaşı var bilmirəm. Mən ona oturub ona məsləhət verəcəm. Belə elə. Xırdalındakı ev ver Gülşənə. Yox, Xırdalında yaşayamaz. O, Bakıda. Ne yaşı var ki, cavanında özü bilər aşağı. Mən qarışamıram ki, ailə həyatı qurmağa, təzdən, necə, ikinci bahar falan filan. O onun şəxsi həyatıdır, şəxsi işidir. Ondan sonra şəxsi düşüncəsidir, özü bilər, öz işidir, öz həyatıdır. Həyata bir dəfə gəlirik. Ondan sonra 5 günlük həyatdır, qalan dalta bazara düşür. Mən heç nə deyəmirəm. Düz edirsən. O vaxtı qarışırdım işinə. Artıq düşüncələrim dəyişir, mənim nə işimə qalır. Prosto ağılsızlıq edəməsin də, yəni ləlöyünə getməsin elə. Acından köp qusana, tırıqlayana. Acından öz poxunu yiyənlərə getməsin. Normal ne bir. Даже bu bir dəfə ağzı bala batıb. Hə, balıq almışam Bakıdan anama. Bu boyda. Neçə manat? 5 manat 1 qəpiklik balıq almışam canım. Bunu geçebilirsin arayacağım bu balığı. Balığı geçip kaynadacağım, yaxsız maxsız. Geçip salat düzəldəcəm. Qızarda da bilərəm. Baxacağım, yaxsız qızarda bilsəm qızardacağım. Yağı az olsa. Anam da hamam tuvalet çöldədir uşaqlar onlarda. Anam hamam tuvaleti hazır deyil də. Şeyə, quyudur, quyu. Başa düşdünüz? Gülşən hanı işlədir. Ana nədir Tima? Ana cənnətdir. Ana mələkdir. Ana bu dünyada, yox, kainatda Allah'tan sonra ikinci dünyanın en toxunulmaz, en güçlü, en ince, en zərif, en müqəddəs varlığıdır. Kadınlar. Kadın kadın, tenha kadın, tenhalar içinde çekilir adım. İzleyiciler, ekranı tıklayın da ne olur ki kurban olun size. O jurnalistik hanım var ya, uşaqlar, onun adı nədir? Jurnalist. O belə şey danışır, bizə Qarabağda döyüşən oğlanlar lazımdır. Onun adı nədir? Onun adı nədir uşaqlar? Səidə nə? Familiyası nə idi? Səidə Bəkir qızı, hə, Səidə Bəkir qızı məni tərifləyirmiş uşaqlar. Deyir ki, şeydir, deyir ki,
şeydir, deyirlər ki, bir adlarını çəkirlər filan kəslərin, TikTokerlərin, o deyib, yo bu filan kəsi, bu belədir, o elədir, deyirlər, bəs Tima deyir ki, Timaya nəsə deyən ağzını ucuraram, çünki Tima 44 günlük müharibədə iştirak edibdir. Orada da yazıblar ki, bəs belə nə bilirsiniz ki, Tima orada nə işlə məşğul idi? Orada deyib ki, sən də gedərdin Qarabağda Timanın yanında döyüşərdin, baxardın, görərdin Tima orada nə işlə məşğul olur. Heç olmasa sən də gedib döyüşərdin. Xırdalındakı evin hardadır? Xırdalındakı evim Milyonerlər məhəlləsində. Teymur Əmrah küçəsində. Canım. Gənclikdə Teymur Əmrah küçəsindədir. Xırdalanda Gənclikdə Teymur Əmrah küçəsində. Mən xaladenikə su qoymaq istəyirəm, amma bir şey tapmayıram. Ay. Heç banka tapıram ki, bankada qoyam. Şəhram, yer qəşəng hindən bir dənə qəşəng təmiz banka gətirə balaca. Hindən